Mən Allaha ibadət nətər eləyirəm, pis insanlara köməklik eləyirəm. Elə insan olur ki, həyatından bezən. Bir gün bir insan gəldi, çıxdı qarşıma, heç nəyi də yox idi. Özünü belə kəndə kəsib, dedi, bu axşam öldürəcəm, 3 dənə də uşaq var idi. Dedi, bezmişəm ayaqdan. Dedim, get dedim, yaxın vaxtlara səni dedim, elə möcüzələr gözləyir ki, dedim. Həqiqətən də buyum gəlib villalarda yaşayır. O insan mənim yanıma gəlməyib. O gün, o axşam onu kəndinlə şeyləsəydi, uşaqlar yetim qalacaq. Mən çox xahiş edirəm Bayram. Bilirsən, mən səni bura çağırmamışam ki, sən özünü adi sözlərdən istifadə edib, bura reklam eləyəsən. Mən yenə də deyirəm, mühümmatçı insanlar çoxdur televiziya qarşısında və düşünmürəm ki, bu verilişdən sonra sənə müraciət edən insanlar çox olacaq. Mən deyirəm, heç nədən də qorxmuram, mən deyirəm ki, mən sənə inanmıram. Mən sən bütün danışığını boş sözlər hesab edirəm və hesab edirəm ki, sən məktəbə getməlisən, sən gedib təhsil almalısan, sən normal Azərbaycana layiq bir vətəndaş olmalısan. Və mən belə düşünürəm, sənin bu danışığın nə sənin yaşına uyğun sənin bir hərəkət edirsən, nə sənin dünya görüşünə bu uyğun gələn, bir dəqiqə deyəm, özü burada xahiş edirəm artisti eləmə, bura klonluq yeri deyil. Başa düşdün? Bir dəqiqə.